Hər kəs salam. Bugündən mən kiber təhlükəsizlik dərsləri başlığı altında videolar çəkəcəm. Yəni bugünə qədər öyrəndiyim və öyrənməkdə olduğum bu sahəni çalışacağam ki, dərs formatında sizlərə izah eləyim. Yəni kimsə marağı varsa, mənim dərslərimdən faydalana bilər. Bugündən dərsə başlayıram. Resurslar çoxdur. Həm Azərbaycan dilində, həm ingilis dilində video çəkənlər var, amma mən də öz bildiklərimi sizə çalışacağam izah edim. Başlayaq birinci dərsə. Birinci sizə demək istəyirəm ki, kiber təhlükəsizlik nədir? Kiber təhlükəsizlik şəbəkəyə qoşulmuş kompüterlərimiz, telefonlarımız, hər hansı bir cihazımızın kənardan kiber hücumların qorunmasını təşkil edən bir sahədir, bir prosesdir. Bu kiber təhlükəsizliyin əsasını isə CIA Triad deyilən bir qavram əhatə edir. Bu kiber təhlükəsizliyinin 3 əsas prinsipidir. Yəni birincisi məxfilik, bütövlük və əlçatanlıq. Yəni bu 3 prinsip bu CIA triadı yaradır. Bu üçbucağı yaradır. Bu nədir? İndi sizə onu izah eləyim. CIA triadda məxfilik, bütövlük və əlçatanlığın qorunması, kiber təhlükəsizliyin qorunması deməkdir. Burada sizə ayrı-ayrılıqda sizə izah edeyim. Birincisi məxfilikdir. Konfidensiallıq. Məxfilik nə deməkdir? Məlumatın yalnız icazəsi olan şəxslər tərəfindən oxuna, görülə və istifadə edilə bilməsi təmin etməkdir. Yəni icazəsiz istifadənin qarşısını alır. Bundan qorunma metodları başlıca olaraq hamının bildiyimiz kimi şifrələnmədir. Yəni encryption. Şifrələnmə ən əsas rol oynayır. Yəni siz məlumatlarınızı şifrələdikdə yalnız siz ora daxil ola bilirsiniz və bu da məxfiliyin ən başlıca qorunma metodlarından biridir. Yəni gecə nəzarət, access control. Yəni bunu gəlin dərsdə izah edəcəm. Yəni burada nəzarət olunur. Yəni sistemə kimlər daxil olub, yəni kimlər daxil olmağa çalışıb. 2 faktorlu doğrulama. Bu da çoxumuzun bildiyi sistemlərə, məsələn, sizə bu nümunə göstərim. Yəni sosial şəbəkəmiz var, daxil oluruq və bizə SMS kimi və yaxud da mail formatında bir doğrulama kodu istəyir. 4 rəqəmli şifrə gəlir və biz onu daxil edəndən sonra biz öz hesabımıza daxil ola bilirik. Yəni bu 2 faktorlu doğrulama adlanır. VPN istifadəsi də VPN sizə belə qısaca deyim ki, VPN istifadə etdikdə öz şəbəkəmizdə yox, xarici bir hər hansı bir server üzərindən siz şəbəkəyə daxil olursunuz və bu da kiber hücum edən şəxsin sizi tapa bilməsinin minimum qarşısını alır. Yəni bu da məxfiliyin qorunması deməkdir. Məlumatlanma maskalanması da ona oxşardır. Potensial təhdidlər nə ola bilər? Phishing hücum ola bilər. Bu sosial mühəndisliyin növlərindən biridir. Sosial mühəndislik nədir? Onu gəlin dərs izah edəcəm ətraflı. Phishing hücumu bu mail kimi də ola bilər, SMS formatında da ola bilər. Yəni sizə linklər göndərilir. Siz linkə daxil olursunuz və siz bilmədən bütün məxfiliyinizi təhlükə altına atmış olursunuz. Yəni mən indi middle hücumlarıdır. Qısaca sizə desəm, siz hər hansı bir məlumatı qarşı tərəfə göndərirsiniz. Göndərilən zaman kiber hücumçu o məlumatı əldə edir. Qarşı tərəfə çatmadan oranı oxuyur və yaxud hər hansı bir dəyişiklik edib, yəni qarşı tərəfə göndərir. Yəni məlumat sızmasıdır, içəridən gələn hücumlardır, zərərli proqramlardır, malware, yəni viruslardır. Proqramlardan gələn viruslar bu məxfiliyin pozulması deməkdir. Gətirib çıxardır. İkinci bütövlükdür, yəni integrity. Bütövlük dedikdə məlumatın icazəsiz şəxslər tərəfindən dəyişdirilməməsi, silinməməsi və pozulmamasını təmin etməkdir. Yəni məlumatın orijinallığı qorunmalıdır. Yəni heç bir dəyişiklik edilməməlidir. Bunun üçün də məlumat hash funksiyalarında istifadə olunur. Hash şifrələnmə o biri adi bizim istifadə etdiyimiz şifrələnmələrdən fərqlənir. Şifrələnmələr də iki cür olur, həm simmetrik və asimmetrik. Bunu da ətraflı izah edəcəm. Amma hash şifrələnmə olduqda bu o biri şifrələnmələr kimi qırılmır. Yəni dehash olunmur. Yəni hash şifrələnmənin əsas üstünlüyü budur. Yəni hash şifrələnmə olduqda hər hansı bir məlumat onu qırmaq çox çətin olur. Hardasa mümkünsüzə yaxın kimi demək olar. Rəqəmsal imzalardır. Burada da sizin bütövlüyünüzün qorunmasıdır. Yəni yalnız sizin imzanız, rəqəmsal imzanızla siz həmin o sistemə daxil ola bilirsiniz və ya hər hansı bir sənədi göndərə bilirsiniz.
Versiya nəzarətidir, checksum yoxlamalardır, log qeydlərdir. Bunlar da ümumi qorunma metodlarından biridir. Potensial təhdidlər gəldikdə SQL injection hücumlarıdır. Bunu sizə növbəti web dərslərində sizə izah edəcəm. Web səhifələri olan SQL hücumlarıdır. Burada da bütövlük qorunmağı risk altına salınır. Fayl dəyişiklikləridir. Man in the middle hücumları da bura daxildir. Zərərli proqramlar və insan xətası potensial təhdidlərin bir növüdür. Və əlçatanlığa gəldikdə isə bu sistemlərin, şəbəkələrin və məlumatların icazəli istifadəçilər tərəfindən lazım olduğu zaman əlçatan olmasını təmin etməkdir. Yəni fasiləsiz iş rejimi əsas hədəfdir. Yəni sizin sisteminiz və yaxud hər hansı bir harasa daxil olursunuzsa, həmin o sistem əlçatan olmalıdır. Bunun üçün qorunma metodları ehtiyat nüsxələrdir, yəni backuplar. Buna nümunə olaraq gətirsəm, sizin kompüteriniz və telefonunuzun backupını, yəni nüsxəsini cloud-a və yaxud hər hansı bir yaddaş qurğusuna aldıqda, sizin daxili yaddaş qurğunuz problem yaşadıqda, siz ora əlçatanlığınız pozulmasını gətirib çıxardır və hər hansı xarici, başqa bir xarici qurğuda sizin məlumatlarınızın backupı varsa, siz yenidən yeni bir hard diskə, xarici yaddaş qurğusuna bunu backup edib geri qaytara bilirsiniz. Həmçinin cloud servislərində də bu backuplardan daha çox istifadə olunur. Yəni yük balanslaşması, DDoS qorunması, fəlakət bərpası, yüksək mövcudluq qasteləri də bu qorunma metodlarından biridir. DDoS hücumunu sizə qısaca desəm, başqa-başqa serverlərdən istifadəçilər tərəfindən bir sistemə dayanmadan hədsiz dərəcədə sorğular göndərilməsi nəticəsində sistemin çökməsidir və bu da əlçatanlığın pozulması gətirib çıxardır. DDoS hücumlarının əsas məqsədi odur ki, sistemin əlçatanlığı pozulsun. Hardware nasazlıq ola bilər və ya dediyim kimi, yaddaş qurğusuna problem ola bilər və sizin hard diskinizdə yaddaş qurğusunu istifadə edə bilməməyiniz əlçatanlığın pozulmasıdır. Təbii fəlakətlər də yanğın ola bilər, məlumatlarınız yararsız hala düşə bilər. Proqram xətaları ola bilər, insan xətaları buna nümunədir. Real dünyaya nümunə gətirə bilsəm, bu cür sizə izah eləyə bilərəm. Bank sektorunda məsələn, müştəri hesab məlumatları şifrələnir və bu məxfiliyin qorunmasıdır, yəni bu mütləqdir. Bütövlük köçürmə tarixçəsi dəyişdirilməməlidir. Yəni əlçatanlıq isə ATM-lər 24/7 işləməlidir. Yəni işləməsə əlçatanlıq pozulur. Tibb sahəsində də nümunə desək, xəstə məlumatlarını yalnız həkimə açıqdır, yəni ancaq həkim görə bilər. Yəni bu məxfiliyin qorunmasıdır. Bütövlüyün qorunmasında tibbi qeydlər dəyişdirilə bilməz. Yəni xəstə məlumatları dəyişdirilməməlidir, bütövlüyü qorunmalıdır. Əlçatanlıqda da sistem həmişə kimi əlçatan olmalıdır. Yəni xəstəxana məlumatları, həkim xəstə məlumatları həmişə əlçatan olmalıdır. Elektron ticarətdə də yəni kart məlumatları şifrələnməsi əsas məxfiliyin qorunmasıdır. Bütövlükdə də sifariş məlumatları dəqiq qorunmalıdır, yəni dəyişdirilməməlidir. Əlçatanlıqda da sayt həmişə aktiv olunmalıdır. Bu real dünyaya nümunə olaraq sizə izah elədim. Nəticə olaraq məxfilik kimlər görməlidir? Bütövlükdə məlumat düzgündürmü? Yəni dəyişdirilməməlidir. Əlçatanlıqda isə hər zaman işləməlidir, yəni əlçatan olmalıdır. Bu CI/CD-nin əsas funksiyalarıdır. Sizə qısaca hackerlardan danışım. Neçə cür hacker var, növləri və s. 3 cür əsas hacker var. Black hat, grey hat və white hat. Yəni qara papaqlı, boz papaqlı və ağ papaqlı hackerlar. Qara papaqlı hackerlar adından göründüyü kimi kiber təhdidlər üzərində işlər aparır, kiber hücumlar edir, qarşı tərəfin məlumatlarını ələ keçirir. Yəni pis məqsədlə istifadə edən hackerlar qara papaqlı hackerlar adlanır. White hat hackerlar, yəni ağ papaqlılar isə bunun əksi olaraq şirkətlərdə maaş qarşılığında öyrəndiyi kiber sahəni sistemi qorunması üçün təmin edir. Burada kiber hücum yox, kiber hücumlardan qorunmasını, şirkətin təhdidlərdən qorunması üçün işlər aparırlar. Grey hat isə, yəni boz papaqlar isə həm biraz ağ papaqlardan, biraz da qara papaqlardan işlər görürlər. Yəni gündüzlər məsəl üçün şirkət daxilində kiber hücumların qorunması üçün işlər görürlərsə, məsəl üçün gecələr isə əksinə kiber hücumlar edib pul qarşılığında pis məqsədlə istifadə etmiş olurlar. Kiber təhlükəsizliyin 2 sahəsi var. Yəni bu sahəyə başlayanlar
bir müddətdən sonra özlərinə yol təyin etməlidirlər. Red team yaxud blue team. Red team nədir? Red team, belə desək, penetration testing yolu ilə siz sistemlərdə test məqsədli hücumlar aparırsınız, yəni sistemi qırırsınız və orada olan boşluqları tapırsınız. Hücum edərək oradan boşluqları tapıb sistemdə olan boşluqları daha yaxşı qorunması üçün yollar əldə edirsiniz. Yəni hücum edərək sistemdən boşluqları tapıb onları boşları qapayırsınız, yəni boşları bağlayırsınız. Bu red teamin gördükləri işdir. Blue team isə bu sistemin əksinə onlar hücum etmirlər, hücum edənlərin qarşısını alırlar, müdafiə edirlər daha doğrusu. Red team hücum edir, blue team isə müdafiə edir. Orada analizlər aparırlar, CM-lər olur, işlər görürlər, analizlər aparırlar, loqları nəzarət edirlər. Yəni kimlər sistemə daxil olub, kimlər çıxıb, kimlər hücum etməyə çalışıb, əsasən bu işlə maraqlanırlar. Bu iş, yəni onların işi budur. Bugünkü dərsimiz bu qədər. Qısaca sizə hərəsindən izah etməyə çalışdım. Videoya baxdığınız üçün sizə təşəkkürlər. Növbəti dərslərdə görüşərik.